Hər vaxtınız xeyir olsun, əziz Sport Info izləyiciləri. Mən Aytən Mustafayeva yeni xəbərlərlə qarşınızdayım. Sumqayıt müqaviləsi başa çatan əcnəbilərdən Nikola Ninkoviç ilə bərabər Ronaldo Vasquezlə də yolları davam etdirmək istəyir. Bu səbəbdən kimyaçılar 27 yaşlı futbolçu ilə danışıqlar aparır. Yeni baş məşqçi Filipe Candido adı çəkilənlərin qalmasına razılıq verib. İndi qalır gəlmələrlə dil tapmaq. Orta sahə oyunçusu 2025-ci ildən Sumqayıtda çıxış edir. Dominikan millisinin yarım müdafiəçisi arxada qalan müddətdə 46 oyunda meydana çıxıb. 10 qol, 3 məhsuldar ötürməklə yadda qalıb. Neftçinin baş məşqçisi Yuri Vernidub klubun transfer çalışmalarına davam etdirməsini istəyib. Paytaxt təmsilçisindən aldığımız məlumata görə Ukraynalı çalışdırıcı tezliklə daha 3 oyunçunun alınmasında maraqlıdır. Ötən ilin dekabrından bəri burada işləyən Ukraynalı onlara dair hesabat hazırlayıb. Yaxınlarda müqavilə müddətini 2 il uzatmış mütəxəssis müdafiə, yarım müdafiə və hücum xəttinə yeni qan vurulmasına tərəfdardır. Konferans liqasında iştirak edəcək Bakılılar bu yay 1 yerli və 3 əcnəbi ilə güclənib. Şəfa Premyer Liqa yolunda bütün gücü ilə səfərbər olub. 21 ildən sonra elitanı yolunu tutan paytaxt təmsilçisi heyətini gücləndirmək yönündə növbəti addımını atıb. Zaur Həşimovu baş məşqçi postuna gətirmiş Ağgöylər bu dəfə Salio Guindo ilə anlaşıb. 29 yaşlı legioner hücumçudur. Mali yığmasının üzvü. Son olaraq Albaniyada çıxış edib və Dinamo City-nin şərəfini qoruyub. Afrikalı forvard indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fil dişi sahili, Tunis, Türkiyə, Hindistan, İsrail və Yunanistanda çıxış edib. Onunla 1 illik müqavilə imzalanıb. Sizinlə mən idim Aytən Mustafayeva. Yeni xəbər blokunda görüşərik. Kanala abunə olmağı unutmayın. Hələlik.